Baxın nə deyir İbn Qeym rahimehullah. Bu çox möhtəşəm faydadır. Yəni hər zaman dua etməmişdən əvvəl, duanın əvvəlində, ortasında, sonunda salavat gətir. Baxın nə deyir? Dua içində Peyğəmbərə salavat göndərmək namazda Fatihə surəsi kimidir. La ilahe illallah. Fatihəsiz namaz olar, olmaz. Necə ki, namazda Fatihə önəmlidirsə, dua içində də salavat deyil, o qədər önəmli. Yəni, o qədər duanı neyniyər? Bərəkətli edər deyir. La ilahe illallah. Baxın, bu faydaya baxın. Bir anlıq düşün. Təfəkkür elə. Mələklərin sayını Allahdan başqa heç kim bilmir. Milyardlarca, saysız hesabsız varlıqlar. Və sən Resulullah sallallahu aleyhi və səlləmə bir salavat göndərdiyin anda bütün o mələklər sənə dua edir. Hər biri sənin üçün dua edir. Rəhmət diləyir, bağışlanma diləyir. Adını çəkir. Düşün, bu necə bir şərəf, necə bir nemətdir.